Vaxtınız xeyirli olsun. Dəyərli müəllimlər, sizlər üçün növbəti mövzunun izahını qeyd edəcəm. Deməli, illik və gündəlik planlaşdırma, təlim nəticələri, qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsi. Baxaq görək, gündəlik planlaşdırmanın digər bir adı cari planlaşma. Yəni hər iki adda biz bunları görə bilərik. Bizə hər iki adda rast gələ bilər. Həm cari planlaşma, həm də gündəlik planlaşma. Və nəticədən planlama, geriyə planlama var. Geriyə planlamada ilk olaraq nədən istifadə edilir? İlk olaraq təlim nəticələri, daha sonra qiymətləndirmə və öyrənmə fəaliyyətləri. Biz öncədən təlim nəticəsini bilməliyik. Qiymətləndirmə meyarımızı ona əsasən qurmalıyıq. Daha sonra öyrənmə fəaliyyətlərimizi də bunun üzərindən quracağıq. Demək ki, bu geriyə planlama, yəni nəticədən planlama olacaq. Planlamanın qeyd etdik ki, iki növü var. Gündəlik planlama və illik planlaşdırma. Deməli, gündəlik planlamanın həm də cari planlama kimi qeyd etdik. İllik planlaşdırma isə həm də perspektiv planlaşdırmadır. İllik planlaşdırma da bir il ərzində müəllimin nə etməli olduğu, artıq məsələn, dərsin sonunda, dərs ilinin sonunda daha doğrusu, şagirdlər hansı nəticəyə gedib çatacaq, onu öncədən müəllimin planlaşdırması. Bəli, bu da illik planlaşdırmadır ki, həm də buna perspektiv planlaşdırma deyirik. Deməli, müəllimlər, bir də burada alt standartlar, ümumiyyətlə standartlar var, təlimin məqsədi var, dinamik feillər var, statik feillər var. Burada dinamik feillər deyən zaman, məsələn, biz dinamik nədir? Hərəkətli olmaqdır da, statik isə passiv feillərdir. Hərəkətli feillər, dinamik feillər. Biz dedik ki, təlim nəticəsini dinamik feillərlə verilməlidir. Yəni, hərəkətli olmalıdır. Burada həll edir, münasibət bildirir, müqayisə edir, əsaslandırır, interpretasiya edir, sualları cavablandırır, hər hansısa bir fikrə münasibət bildirir və yaxud hər hansısa bir işi, fəaliyyəti yerinə yetirir. Deməli, burada hərəkət var. Hər hansısa bir fəaliyyəti yerinə yetirmək var da. Artıq burada nə isə şagird edir. Demək ki, bu olacaq doğru təlim nəticəsi. Amma statik feillərlə bitirsə, biz onu doğru təlim nəticəsi hesab etmirik. Yəni, burada bilir, bacarır, tanıyır, görür, eşidir, öyrədir, məlumatı toplayır, əzbərləyir. Bu kimi feillərlə bitirsə, bu statik feillərdir. Məsələn, öyrənir, yaxud öyrədir. Öyrədirsə, müəllimdir, şagirdi öyrədir. Deməli, müəllimin fəaliyyətinə yönəlib doğru təlim nəticəsi hesab edilmir. Öyrənir. Artıq burada hələ öyrənir. Hər hansısa bir fəaliyyəti icra etmir. Hələ öyrənir. Yaxud eşidir. Şagird sadəcə eşidir. Yerində dayanıb eşidir. Yaxud nə isə görür. Hər hansısa bir fəaliyyəti icra etmək demək deyil ki. Yaxud bilir. Bilirsə, bu o demək deyil. Hər hansısa bir işi yerinə yetirir. Xeyr, sadəcə bilir. Bilirəmsə o demək deyil ki, hər hansısa bir fəaliyyəti yerinə yetirə bilirəm. Xeyr, deməli bu olacaq statik feillər. Yəni passiv feillər. Passiv feillərlə də bitirsə, bu zaman əlbəttə ki, doğru təlim nəticəsi hesab edilmir. Deməli, doğru təlim nəticəsi dinamik feillərlə bitməlidir. Daha sonra isə müəllimlər, müəllim yönümlü olması. Burada qeyd etdik ki, müəllimlərin tez-tez etdiyi yanlışlara nələr aiddir? Müəllim yönümlü olması, yəni burada təlim nəticələrini bəzən müəllimlər müəllim yönümlü qeyd edirlərsə, bu zaman əlbəttə ki, yanlışdır. Məsələn, ismin quruluşda növlərini öyrədir. Feilinə baxaq, müəllimlər öyrədirsə, artıq bunu öyrədən müəllimdir. Burada şagirdə aid deyil axı bu. Bu müəllimə aiddir. Deməli, doğru təlim nəticəsi olmayacaq. Amma şagird yönümlü məqsəd ismin quruluşca növlərini sadalayır. Sadalayırsa, deməli, şagirdin fəaliyyətinə yönəlib də bu şagird yönümlü. Doğru da bu olmalıdır. Daha sonra, bax, burada yuxarıda qeyd edilib, əsəri təhlil etməyi bacarır. Bacarırsa, bu demək deyil ki, onu hər hansısa bir fəaliyyəti icra edə bilər. Amma əsəri təhlil edərək, əsərin təhlili ilə bağlı sualları cavablandırırsa, artıq burada bir fəaliyyəti yerinə yetirir və bu əlbəttə ki, olacaq doğru təlim nəticəsi. Digəri isə smart planlama texnikası, müasir təlim, deməli,
təlimdə istifadə edilir smart planlama texnologiyasından. Hər birinin başlanğıc hərfi qeyd edilib. Burada təlim məqsədi dəqiq, aydın, anlaşılır olmalıdır. S hərfi onu qeyd edir, yəni spesifik olmalıdır. Digəri isə təlim məqsədləri müəllimə şagirdlərin nəzərdə tutulan öyrənməyə nə dərəcədə nail olduqlarını ölçməyə, qiymətləndirməyə kömək etməlidir. Digəri isə təlim məqsədinə çatmaq şagirdlər üçün nə asan, nə çətin olmalıdır. Onların səviyyəsindən biraz yüksək olmalıdır ki, şagird onu çalışaraq özü əldə edə bilsin. Deməli, bu çalışaraq özü əldə edə biləcəyi, yəni tapşırıqlar olmalıdır ki, şagirdlər yəni öz səviyyəsindən bir qədər çətin olarsa, əlbəttə ki, onu çalışaraq əldə edəcək, nəzərdə tutulmuş bilik və bacarıqları nümayiş etdirəcək. Daha sonra R hərfində burada deməli real imkanlar nəzərə alınmalıdır. Təlim məqsədi sinifin şəraitinə, mövcud resursları, şagirdlərin real həyatında ona lazım olan bilik və bacarıqlara uyğun olmalıdır. Ən sonda deməli time out, yəni vaxtdan söhbət gedir. Şagirdlər deməli burada artıq müəyyən vaxt müddətinin nəzərə alınması nəzərdə tutulur. Yəni, təlim nəticələrinin hansı müddətə əldə olunduğunu göstərən xüsusi bir vaxt təyin edilməlidir. Burada məqsədə çatmaq üçün lazım olan addımların atılmasına kifayət qədər vaxtın ayrılması vacibdir. Digəri isə müəllimlər, onu qeyd edim ki, burada müəllimlər bəzən yəni təlim nəticəsi qeyd edirlər ki, 3 təlim nəticəsi bir dərsdə reallaşdırdıq. Xeyr, müəllim yəni maksimum 2-3 təlim nəticəsi reallaşdırmaq mümkündür. Bu da necə? Müəllimlər tətbiq edə bilirmi şagird onu? Hə, nə olsun ki, biz yazdıq ora 3 təlim nəticəsi. Görək onları tətbiq etməyi bacarırmı? Əsas odur ki, tətbiqi olsun. Tətbiqi olmalıdır. Ona görə də bir dənə də ola bilər, 2 dənə də ola bilər, fərq etmir. Maksimum 2-3 olmalıdır ən çoxu. O da heç çox müəllim bunu etmir. Çünki birini edim, amma yaxşı formada onu tətbiq etməyi bacarsınlar. Deməli, belə olmalıdır. Daha sonra təlim nəticəsini bəzən müəllimlər düşünürlər ki, şagirdlərə bildirməyə heç gərək yoxdur, amma şagirdlərə öncədən təlim nəticəsi bildirilməlidir. Əgər bildirilmirsə də bu da yanlış bir haldır. Təlim nəticəsinin çox mürəkkəb şəkildə yazılması, təlim nəticəsi bir fəaliyyəti əks etdirməlidir. Bir neçə fəaliyyətin əks olunması qiymətləndirmə meyarlarının müəyyənləşdirilməsində çətinlik yarada bilər. Ona görə də buna diqqət etməliyik müəllim olaraq. Belə müəllimlər hər hansısa yəni tapşırıqların hər birinin izahını qeyd etdim sizlər üçün qısa şəkildə. Məni dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Çox sağ olun.